Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. DİM 20 sınaq tarix test toplusundan ikinci qruplar üçün yenicə nəşr edilmiş tarix 20 sınaq test toplusundan sınaq izahlarımıza başlayırıq bu gündən etibarən. Üçüncü qruplar üzrə DİM 20 sınaq test toplusundan izahlarımız kanalda yerləşdirilib və yerdə qalan videolarda istər ikinci, istərsə üçüncü qrupların bütün video izahları kanalımızda paylaşılacaq. Üçüncü qruplarda olduğu kimi ikinci qruplarda da yenə 20 sınaqdan 10-u mövzular üzrə, digər 10 sınaq isə ümumi sınaqlardan ibarətdir ki, bir daha qeyd edeyim, 40 sınağın hər biri istər ikinci, istərsə üçüncü qrupların 20 sınaq test toplularının izahları kanalda paylaşılacaq. Birinci sualdan başlayaq vaxt itirmədən. Albaniya və Mannadan fərqli olaraq Atropatenaya aid xüsusiyyət. Midiyanın hücumlarına məruz qalması bu Mannaya aiddir. Yunan yazısından istifadə Albaniya Atropatenada tanış idilər Yunan mədəniyyəti ilə. Eramızın ilk əsrlərindən yerli şüşə qablarının istehsalı Albaniyadaydı. Roma Respublikasının qoşunlarına eradan əvvəl 36-da Fraspa döyüşündə Antoninin qüvvələrinə Artabaz qalib gəlmişdi. Doğru cavabımız D-dir. E variantı Albaniya və Atropatenanın ümumi xüsusiyyətləridir. İkinci suala baxırıq. Doğru cavab Ziviyədən tapılmış gümüş sin üzərindəki yazılar sübut edir. Mannada miqyasından istifadə edildiyi yanlışdır. Roma imperatoru Pompey yox, sərkərdə hücum eləyibdi. O da Atropatena ilə Fraspa döyüşündə qarşı-qarşıya gəlmir. Albaniyanın mədəni abidəsi Kerifto deyil, bu Atropatenaya deməli aiddir. D variantına baxırıq. Mannada mərkəzləşdirilmiş dövlət yarandı 9-cu əsrdə, 2-ci yarısında, yox 8-ci əsrdə İranzun dövründən. Selevki hökmdarı eradan əvvəl 223-də 3-cü Antiox hücum edir. Atropatena torpaqlarını Artabazın asılı hala salınır. 3-ə baxaq, hansı hadisələrin yeri dəyişdirilərsə doğru ardıcıllığımız olar. Süni otdan istifadə orta paleolitdən etibarən var idi. İnsanlar oturaq həyata keçidi neolitdən etibarən. Sənətkarlıq müstəqil sahə oldu orta Tuncdan etibarən və Kür-Araz mədəniyyəti yarandı erkən Tuncdan etibarən. Siklopik qalalar isə son Tuncdur. Demək, biz burada yerlərini dəyişdirməliyik. Orta Tuncdan erkən Tuncun 3 ilə 4-ün, o da yer alır C bəndində. Dördüncü sualımızın izahı ilə tanış olaq. Hərbi işğallar dayandı, köhnə dinlərə və tanrılara qarşı mübarizə aparılmasına başlanıldı. Göstərilənlər nəticəsində Midiyada nə baş verdi? Bu Astiaqın dövründədir. Əhəməni dövləti ilə yeni müharibə başladı fikri yanlışdır. Çünki Midiya süquta uğrayır, sonra Əhəməni yaranır. Hökmdar hakimiyyəti zəifləyir. Xristianlıq dini heç meydana gəlməmişdi. Söhbət eradan əvvəl 6-cı əsrin 2-ci yarısından gedir. Astiaqın hakimiyyətinin artıq sonlarına doğru. Bu əyanlarla hökmdarlar arasında ziddiyyətlərin artmasına və nəticədə Astiaqın hakimiyyətinin devrilməsinə gətirib çıxarmışdı. Bu Baryak üsyanıdır bu arada. Verilənlər arasında hansı hökmdara aid məlumat yoxdur. Bu sualın izahını verməmişdən əvvəl qeyd edim ki, ikinci və üçüncü qruplarımız üçün sınaq qruplarımız mövcuddur ki, siz sınaq qruplarımıza ilin istənilən dövründə sinif fərqi olmadan istər 9, 10, 11, istərsə də məzunlarımız qoşularaq imtahanlara hazırlaşa, istər mövzu sınaqları, istər qəbul testləri, istər bölmə sınaqları, ümumilikdə yəni 5000-dən çox test tapşırığı işləməklə hər bir mövzu üzrə olan test tapşırıqlarını, qəbul testlərini, model testlərini əldə etməklə həmin o testlərin PDF-lərini, cavablarını və izahlarını hansı mövzuda boşluqlarınız varsa onları aradan qaldıra bilər və özünüzü inkişaf elətdirib imtahan səviyyəsində suallar işləyərək imtahana tam hazır şəkildə hazırlaşa bilərsiniz. Bunun üçün 055 403 37 53 nömrəsinə yazmanız kifayətdir. Sualın izahına gəldikdə isə Midiyada İskit ağalığına son qoyur Kiaksar haqqında məlumat var. Antoniya qarşı döyüşür Artabazd haqqında məlumat var. Oktavian hakimiyyətə gətirib Ariobarzanı məlumat var haqqında. Pompeya məğlub olub Oroyus haqqında məlumat var. Ariovast haqqında hər hansısa məlumat yoxdur. 6-cı suala keçid edirik xronoloji ardıcıllığımıza. Belə ki, Midiyanın, Mannanın varlığına son qoyması eradan əvvəl 590, Baryak üsyanı eradan əvvəl 327, Kaştaritinin dövlət yaratması eradan əvvəl 672, Alan tayfalarının yürüşləri eramızın ilk əsrinə aiddir ki, burada ardıcıllığımız olur 3, 1, 2, 4. Bu da harda yer alır? D bəndində. 7-yə baxırıq Artabazanın və Artabazdın hakimiyyət dövrlərinə aid xüsusiyyətlər. Belə ki, hakimiyyət illərində yadelli hücumları ortaq fikirdir. Roma ilə dostluq münasibətlərinin saxlanılması, deməli bu Ariobarzana aiddir. Ariobarzan verilmişdi. Artabaz və Ariobarzan 2-də. Deməli, bu gedir 2-yə. 3-cü əsrin 1-ci yarısında Selevkilərdən as vəziyyətə düşür 223-də Artabazan. Bu olur 1-də. A gedir 3-ə. Qərbi Roma imperiyasının qoşunlarını məğlub etmişdir fikri hər ikisinə aid deyil. Qərbi Roma 395-476-da mövcud olur. O Roma Respublikasına qalib gəlibdir. Demək,
Artabaz, Tifraspa döyüşündə 3-cü Antioxa qarşı mübarizə aparır. O 1-də verilən Artabazan. 1-də deməli oldu 3-cü əsrin 1-ci yarısında. Aha, C variantda yanlış olur. Çünki 3-cü əsrin 1-ci yarısı yox, 3-cü əsrin 2-ci yarısında asıl vəziyyətə düşür. Eradan əvvəl 223-də. 1-də təkcə olur E bəndi, 2-də demək oldu B, 3-də A, onda cavabımız gəlir. A variantı olur. 8-ə baxaq, erkən Tunc dövrünə aid deyil. Təsərrüfatda kişi əməyinin ön plana keçməsi, bu doğrudur. Orta Tuncdur, Enolit dövrüdür. Qurqanlar aiddir. 2-ci ictimai əmək bölgüsü Orta Tuncdur. 2, 3, 5 B bəndi. Manna və İskit dövlətinə aid oxşar xüsusiyyət olsa da Albaniya aid deyil. Eradan əvvəl 1-ci minillikdə bu hər biri üçün ümumi xüsusiyyətdir. Midiya ilə mübarizənin aparılması Manna, İskitə desək Albaniyaya aid eləyə bilmərik. Quldar olmaları oxşardır, yad elli hücumları oxşardır. Roma qoşunlarının məğlub edilməsi isə Albaniyaya aid bir xüsusiyyət olur. Eyni əsrdə baş verən hadisələr, belə ki, Maqneziya eradan əvvəl 190, Afina dəniz ittifaqı eradan əvvəl 479 5-ci əsrə aiddir. Biri 2-ci, biri 5-ci əsr. Türk tayfalarının ilk böyük axını eradan əvvəl 7-ci əsr, Kimmeçki Qıçaqlar, Drakan qanunları da 7-ci əsr. 2 eyni əsrə düşür, 7-ci əsrə 2-ni qeyd eləyək. Atropatenanın asıllığı eradan əvvəl 223, yəni eradan əvvəl 3-cü əsr, digər 2 1-ci əsrlər uyğun gəlmir. Aşurbanipalın yürüşü eradan əvvəl 650-də 7-ci əsr, Afinada gümüş pullar 7-ci əsr. Gördüyünüz kimi 2 və 4 nömrəli bəndlərdə yer alan hər bir hadisə elə 7-ci əsrə uyğun gəlirmiş. Cavabımız olur A bəndi. 11-ə baxırıq. Azərbaycan tarixinin 3-6-cı əsrlərindən fərqli olaraq 7-9-cu əsrləri. Əhalinin siyahı alması bu ümumi xüsusiyyətdir. Sasani dövründə də, Ərəb dövründə də. Can vergisinin toplanması ümumi xüsusiyyətdir. Xəzər xaqanlığının Azərbaycan yürüşlərinə son qoyulduğu fikri 7-9-cu əsrlərə aiddir. Belə ki, 662, 664, 65-də Xəzər xaqanlığının yürüşləri var, ancaq 3-6-cı əsrlərdə Xəzərlərin hər hansısa yürüşü yoxdur. Yadellərə qarşı azadlıq hərəkatı 3-6-cı əsrlərdə Vaçenin, 7-9-da Xürrəmlər hərəkatını deyə bilərik. Albaniyada Arşakilərin hakimiyyəti başa çatır 3-6-cı əsrlərdə 510-cu ildə. Cavabımız olur C variantı. 12-də yanlış cavablar lazım idi bizə. Doğru olmayan cavablar. Demək, İran zulmü mərkəzləşdirmə siyasəti Mannada hakimiyyəti gücləndirir. Bu doğrudur. Bizə səhv lazımdır. 2-nin əlaqəsi yoxdur. O dövrdə o əlli hakimiyyətdə deyildi. Ulusun idi. Ahşerlə Asuriya ittifaqı pozması Aşurbanipalın hücumuna səbəb olur. Bu doğru fikirdir. Mannanın Asuriyaya kömək etməsi Urartu tərəfindən Asuriyanın varlığına son qoyulması əlaqəsizdir. Midiya Asuriyaya son qoyur. Bizə də səhv cavablar lazımdır. Səhv cavablar 2-4-də yer alır. 2-ci Vaçenin dövründə paytaxt Qəbələdən Bərdə şəhərinə köçürülür. Belə ki, Bərdə də yer alır 3-də. Bax, elə bir bu 2-ci Vaçenin dövründə paytaxtın köçürülməsi hadisəsi. Qeyd edeyim ki, bütün növ xəritə izahları kanalımızda yer alıbdır. Yuxarıdakı açıqlama qismində də aşağıda da linkləri yerləşdirəcəm. Xəritə izahlarını daxil olub tanış ola bilərsiniz. 14-də 1-ci Şapur və 3-cü Mömin Vaçeqan 4-cü əsrdə yox, 3-cü əsrdə hakimiyyət olub. Roma ilə mübarizə aparıb 260 il albanları asala salıbdır. Burada BC doğrudur. Vaçeqana baxdıqda isə 510-cu illə qədər hakimiyyətdə olur. Arşakilərin son nümayəndəsidir. Bu Şapura aid xüsusiyyətdir və 488 Aqon keçəmədi çağırılmışdır. Yəni 1BC, 2AC. Bu doğru fikir olur. C bəndi. Deməli, doğru fikir də hansıdır? 15-ci sualda Atropatenanı yox, Albaniyanı 1-ci Vaçeqan birləşdirib. Xostak irsi deyil, şərti torpaqdır. Alban əlifbasını Urnayr yox, Asuagen yaradıb. Sasani-Bizans müharibələrində Sasanilərin müttəfiq olub Urnayr. Sasanilərin müttəfiq olubdur Urnayr, amma Sasani-Roma müharibələrində. Və 1-ci Qubadın Məzdəşlər hərəkatını yatırmağa Axunlar kömək edir. Bu ümumi tarixdən bizə məlumdur. Azərbaycan tarixində yer verilməsə də buna. 16-cı suala baxaq. Albaniyada Mehranilərin hakimiyyəti dövrünə əvvəlcə qeyd eləyək intervalını 630-705-ci illər. Bu tarixə aid hansılar uyğun gəlir? Ərəblər Bələncəri tutur 3-cü Bələncər döyüşündən 720-də 8-ci əsrin əvvəllərinə. Bu uyğun gəlmir. Savalan döyüşündə Xəzərlərin məğlubiyyətə uğradılması 8-ci əsrin 30-cu illəri uyğun gəlmir. Həm də Savalanda ərəblər məğlub olublar, Xəzərlər yox. Sasaninin varlığına son qoyulur 651. Bax, bu uyğun gəlir. İlk xəlifələr dövründə olmuşdu. Şirvanşahların yaranması 861. Bu isə 8-ci əsrin sonları. 17-də uyğunluq
Xəzərlər qalib gəliblər. Hansı döyüşdə? Deməli, 660-cı il Kür döyüşü bunların heç birinə demək uyğun gəlmir. Xəzərlərin burada qalib gəldiyi döyüş Savalan döyüşü ola bilər. Yəni bir də biz eyni qeyd edə bilərik. Daha sonra Sasanilərin burada qalib gəldiyi döyüş Amid ola bilər 359-da, Çiyyədəyini qeyd edə bilərik. Və 3-cü bənddə isə ərəblərin qalib gəldiyi döyüş burada bunu çıxaq. Dizrafda Sasani məğlub olub, Nahavənd tərəflər məğlub olub. Demək burada da Seni qeyd edə bilərik. 1E, 2D, 3C demək bu da yer alır E bəndində. Cavabımız olur 17-də E. 18-ə baxaq. Cərmidan döyüşünün nəticəsi. Cərmidan döyüşü hansı ki ərəblərin qalibiyyətlə başa çatmışdı. Ərəblər bu hadisədən sonra Qafqaza doğru yol açılır. Şimal istiqamətinə doğru ərəblər məğlub olmur. Albaniya müstəqilliyinə son qoyulmur. Elə C doğrudur. Ərəb ağalığı dövrünə aid olmayan torpaq mülkiyyət forması İncudur. Hülakülərin dövrünə, Monqolların dövrünə aiddir. Cavanşir Alban hökmdarı 642-681-də hakimiyyətdə olub. Arşak yox, Mehrani nümayəndəsidir. 667-də ərəblərlə görüş keçirdib. 662-də Xəzərlərə qalib gəlib. Paytaxtı Bərdiyə, Vatiyə köçürdüb. 2-3 C bəndi olur 20-də. 21-ci suala baxaq. Neolit və Eneolit dövrlərinə aiddir. Ana xaqanlığı mövcud olub. İstehsal təsərrüfatı mövcud olması hər ikisinə aid ümumi xüsusiyyətdir. Boyalı qablar Orta Tuncdur. Tunc dövrlərinə aiddir. Bu da paleolit, alt paleolit, orta paleolitə aid xüsusiyyətdir. 22-də daha əvvəl baş verib ibtidai maldarlığın yaranması mezolit, saxsı qablar neolitdən başlayır. Tunc dövrü toxa əkinçiliyinin, xış əkinçiliyini əvəz etməsi. Toxa əkinçiliyini xış əkinçiliyini əvəz etməsi erkən Tunc, ictimai əmək bölgüsü də yenə Tunc, son Tunc dövrü. Burada daha əvvəl baş verən maldarlığın əsasının qoyulmasıdır, A bəndidir. 23-cü suala baxaq. Demək, Albaniyanın 4-cü əsri. Xristianlıq rəsmi dinə çevrilir 1. Xəzər xaqanlığının hücumları 7-ci əsrdə dedik. Haylandı Rumları 5-ci əsrdə 2-ci Vatiyə ilə mübarizə aparıblar. Uti Şakasena Kolt Dizrab döyüşündən sonra Romalılar tərəfindən tutulmuşdu 1-4. Digər bir açıq suallara nəzər yetirək. Sirdaqqa sövdələşməsi Ulusunu ilə 2-ci Sarqon arasında imzalanmışdı. Eradan əvvəl 714-də və müqavilənin şərtlərinə görə 2-ci Sarqon Mannanı qorumalı idi. Bu əlaqəsi yoxdur və Manna da öz növbəsinə xərac verməli idi həmin bu müqavilənin şərtlərinə görə. Erkən və orta Tunca aiddir. Qoşqu heyvanlarından istifadə edilməsi bu ümumi xüsusiyyətdir. Süni suvarma ümumidir. Əmək bölgülərinin baş verməsi ümumi xüsusiyyətdir. Hərbi işdə cəmiyyətin həyatında ön plana keçməsi hərbi işinin bu son Tunca aiddir. Boyalı qablar orta Tunca aid olur. 1, 2, 3 doğru fikirlərimizdir erkən və orta Tunc dövrlərinə. Xronoloji ardıcıllığımız Midiya dövlətinin varlığına son qoyuldu eradan əvvəl 550-də. Kutilər süqutu uğratdı Haqqada eradan əvvəl 22-ci əsrdə. Demək, Qavqamela döyüşünün baş verməsi eradan əvvəl 331. Manna hökmdarı Ulusun Nasuriya İttifaqı pozması eradan əvvəl 716-da hakimiyyətin ilk illərində sonra bərpa eləyir. Böyükdən kiçiyə doğru düzürük xronoloji ardıcıllığımızı 2, 4, demək 1, 3 olur ardıcıllığımız. Uyğunluğa gəldikdə isə demək, məhkəmə işlərinə nəzarət edən şəxs qazıdır. Ərəb feodallarının himayəsinə keçən torpaqlar İlcə idi. Hansı ki, burada da deməli 9-11-ci əsrlər Azərbaycan tarixində də yer alır. İlcə torpaq mülkiyyət forması və ulucular yaşayırdı bu torpaqlarda. B variantı gedir 3-ə. Amil, daha doğrusu xərəc toplamaq üçün nüfuzlu şəxslərə verilən icazə kağızı qəbalədir. 1C. Vergi yığan məmur amildir. 1C2D 3B və torpaq olanlardan pulla alınan vergi. Bunlardan hər hansısa biri vergi deyil. Pulla alınan vergi. 1C2D 3B oldu. Situasiyamız həmişə olduğu kimi, o biri videolarda da olduğu kimi videonu dayandıraraq situasiya ilə tanış olun. Mən sizə düzgün cavabları bildirim. Mənbədə 3-cü Antioxdan söhbət gedirsə, bu eradan əvvəl 190-cı il Maqneziya döyüşüdür. Atropatena bəhs edilən selevkilərdən asılılığa düşməsinin səbəbi nə idi? Belə ki, 3-cü Antioxun yürüşü ərəfəsində, yürüşü zamanı Atropatena hökmdarı Artabazanın müharibəyə hazır olmaması Atropatenalıların asılı hala düşməsinə səbəb olur. Maqneziya döyüşünün nəticəsində isə demək, Selevki dövləti
Roma Respublikasına məğlub oldu. Roma qələbə qazandı, Selevkilər məğlub oldu. Atropatena yenidən siyasi müstəqilliyini bərpa etdi kimi cavablar qeyd etmək olar. Əlavələriniz olarsa şərhdə qeyd edə bilərsiniz. Növbəti test sahımızın da yekununa gəlirik. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.